Qurumlar hara baxır? Onların işləri nədən ibarətdir? Gördünüz indi dəydi 6 takk elədi 6. Çox biabırçılıqdır. Sədi Musayev küçəsindəyik. Qaynar xəttimizə daxil olan şikayətdə vətəndaşlar bildirir ki, təxminən bir ay əvvəl burada su borusunun üzərində yerləşən evdə çökmə baş verib və ərazidə təmir işləri aparılıb. Baxın, gördüyünüz kimi təmir işlərindən sonra yol bu vəziyyətdə qalıb. Asfalt demək olar ki, tamamilə çala-çuxurdan ibarətdir. Sakinlər deyir ki, işlər bitsə də ərazi bu halda tərk edilib. Bu vəziyyət həm piyadalar, həm də sürücülər üçün ciddi çətinlik yaradır. Qeyd eləyək ki, bu küçə ilə bağlı problem ilk dəfə deyil. Bir müddət əvvəl biz bu ərazidə çəkiliş apararaq mövcud vəziyyəti işıqlandırmışdıq. Amma gördüyünüz kimi vəziyyət yenə də dəyişməz olaraq qalır. Sakinlərin sözlərinə görə xüsusilə belə yağışlı havalarda burada vəziyyət daha da ağırlaşır. Nə təkər qalır, nə xadavoy qalır. Biabırçılıq. Buradan keçəndə görsünüz yağmur çox böyükdür da, maşın keçə bilmir. 6 dəydi ora yenə. Kim bu yolları mütləqli şəkildə düzəltsinlər. Niyə? Çünki burada tıxac yaranır, belə vəziyyət yaranır. 3 aydır, 4 aydır bu problem gedir bizə. Məktəbə zada gev gələnmir uşaqlar. Belə yol olar, heç rayonlarda belə yol yoxdur. Bu yola kim baxır, mən bilmirəm, qazıb gediblər. 2 aydan artıqdır ki, bu yol qazılıb bərbad haldadır və belə olmaz axı. Yol bərbad gündədir, hal-hazırda görürsünüz və çəkilir, maşınlar hərəkət edə bilmir, insanların üstü batır. Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanladıq. Bildirildi ki, iri şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən həmin ərazidə diametri 280 mm olan yeni su xəttinin inşası həyata keçirilir. İşləri xidmətin su tikinti müəssisəsi icra edir. Hazırda xəttin çəkildiyi hissələrə karbonat materialı olan daşlar döşənib. Layihənin icrası başa çatdıqdan sonra asfalt qatı bərpa olunacaq.